İranın Dubaydakı peyk sistemlərini vurmasından sonra son 50 ilin ən quraq dövrünü yaşayan ölkələrə sanki göydən vedrə ilə tökülmüş kimi yağış yağması sadəcə bir təsadüfdür. Bulud toxumlanması mifdir yoxsa reallıq? Bizim buludlarımızı doğrudan da oğurlayırlar. 1967-ci ildə Birləşmiş Ştatlar Vyetnam müharibəsi zamanı tarixdə ilk dəfə adı məşhur cizgi filmi qəhrəmanı Popaydan götürülən gizli bir hərbi əməliyyat keçirdi. Popay əməliyyatı. Süni bulud yaratma üsulu ilə reallaşdırılan bu gizli əməliyyatın məqsədi muson yağışlarının müddətini uzatmaq, çayları daşıraraq sel yaratmaq və yolları palçığa qərq edərək yük maşınlarının hərəkətini əngəlləmək idi. Bu əməliyyatın 80%-dən çox uğur qazandığı bildirilir. Bunun şişirdildiyini düşünürsünüz? Çində 2008-ci ildə Olimpiya oyunları zamanı havanın təmiz və açıq olması üçün buludları Pekindən uzaqlaşdırmışdı. Nəticədə açılış mərasimində göy üzü gömgöy, tərtəmiz idi, amma digər tərəfdə quraqlıq ucbatından fermerlər qan ağlayırdı. Yəni bulud toxumlanması bir uydurma deyil, acı bir reallıqdır. Havada asılı qala bilən bəzi kristal tərkibli maddələri, məsələn, adi tozu belə havaya kifayət qədər püskürtdüyünüz zaman istədiyiniz yerdə yağış yağdıra, istədiyiniz yerdə isə quraqlıq yarada bilərsiniz. Dubayda rəsmi olaraq bilinən onlarla aktiv bulud toxumlanması layihəsi var. Məhz bu mərkəzlərin vurulmasından sonra bizim su anbarlarımızın dolması heç də təsadüfi deyil. Bu vəziyyət təkcə Azərbaycanda və ya Türkiyədə də deyil. İraqda da quruyan göllərin yenidən ortaya çıxmasına və su anbarlarının dolmasına səbəb oldu.